Atropatena dövləti. Eramızdan əvvəl 323-cü ildə Makedoniyalı İskəndərin ölümündən sonra onun yaratdığı imperiya ayrı-ayrı dövlətlərə parçalandı. Azərbaycanın cənubunda Atropatena dövləti, şimalında isə Alban dövləti yarandı. Eramızdan əvvəl 328-ci ildə Makedoniyalı İskəndər Atropatı Midiya satrapı təyin etdi. İskəndərin yanında Atropatın nüfuz qazanmasının səbəbləri, Hindistanda olarkən ona qarşı qiyam qaldıran Baryaksı tutub İskəndərə verməsi, öz qızını ən nüfuzlu sərkərdələrdən olan Perdikiyə verməyi. İskəndərin sərkərdəsi Perdikinin ölümündən sonra Atropat eradan əvvəl 321-ci ildə müstəqil Atropatena dövlətini yaratdı. İlk vaxtları Atropat Midiyası adlanırdı. Atropatenanın mərkəzi Qazaka şəhəri idi. Azərbaycanın coğrafi adının yaranmasını Atropatena ilə əlaqələndirirlər. Azərbaycan adı eramızın 7-ci əsrindən ərəblərin istilasından sonra yaranmışdır. Atropatena dövləti əsasən indiki Cənubi Azərbaycanı və Azərbaycan Respublikasının bəzi cənub rayonlarını əhatə etmişdir. Ölkənin qərbində Zaqros dağ silsiləsi uzanırdı. Ölkənin ən böyük düzənlik ərazisi Urmiya gölündən cənubda idi. Şimal isə də Qaradağ silsiləsi yerləşirdi. Atropatenanın əhalisi və təsərrüfatı. Atropatenanın əhalisi müxtəlif tayfalardan ibarət olmuşdur. Antik dövr müəlliflərinin məlumatlarına görə Müqlərin və Kasplərin də müəyyən hissəsi bu ərazidə yaşamışlar. Kadusi tayfası döyüşə 20.000 piyada və 8.000 atlıdan ibarət hərbi qüvvə çıxara bilirdi. Maq adlanan tayfa xüsusilə fərqlənirdi. Maqlar Midiya tayfaları arasında xüsusi yer tuturdu. Atəşpərəstlik dininin kahinini də maq adlandırmışlar. Ərəb dilli qaynaqlar Atropatena əhalisinin bir hissəsinin Azərilərdən ibarət olduğunu göstərmişdir. Eradan əvvəl 4-cü yüzillikdə Atropatena və Albaniya dövlətlərinin meydana gəlməsindən sonra bütün Azərbaycanda xalq yaranmağa başlamışdı. Atropatena ərazisinin təbii zənginliyi, münbit torpaqları burada əhalinin sayının artmasına imkan vermişdi. Atropatenada neft yataqları var idi. Nefti Midiya yağı adlandırıldılar. Ondan hərbi işdə istifadə edilirdi. Atropatenanın Qazaka, Fraaspa, Fanaaspa, Aqnazana kimi şəhərləri var idi. Atropatena arasında tapılan ən qədim pullar Makedoniyalı İskəndərin adından kəsilmiş pullardır. Atropatenanın qonşu dövlətlərlə münasibətləri. Eradan əvvəl 223-cü ildə Selevki hökmdarı 3-cü Antiox Atropatenaya hücum etdi. Atropatena hökmdarı Artabazan Selevkilərdən asılı vəziyyətə düşdü. Eradan əvvəl 190-cı ildə Magneziya döyüşündə Romalılar Selevkiləri məğlub etdilər. Nəticədə Selevkilər dövlətində parçalanma gücləndi və Atropatena dövləti yenidən müstəqil oldu. Eradan əvvəl 2-ci əsrin ikinci yarısında Parfiya və Roma dövlətləri ön Asiyada ağalıq uğrunda mübarizə aparırdılar. Romaya qarşı mübarizə Parfiya və Atropatena dövlətlərini bir-birinə yaxınlaşdırırdı. Eradan əvvəl 1-ci əsrdə Roma sərkərdələri Lukul və Pompeyin başçılığı ilə Romalılar şərqə hərbi yürüşlər etmişlər. Nəticədə Cənubi Qafqaz və bir sıra qonşu ölkələr Romadan asılı vəziyyətə düşmüşdür. Atropatena Romadan tam asılı olmamış, öz müstəqilliyini əsasən qoruyub saxlamışdır. Ölkəni yerli hökmdarlar idarə etmişlər. Strabonun məlumatına əsasən Atropatena Roma ilə döyüşü 10.000 subari, 40.000 piyada qoşun çıxartmışdır. Atropatena və Parfiya birləşmiş qüvvələri eradan əvvəl 53-cü ildə Romalıları məğlubiyyətə uğratdı. Eradan əvvəl 38-ci ildə Romalılar Parfiyalılara ağır məğlubiyyətə uğratdı. Eradan əvvəl 36-cı ildə Roma sərkərdəsi Antoni Atropatenanın mərkəz şəhərlərindən olan Fraaspanı mühasirəyə aldı. Müharisə bir nəticə vermədi və Romalılar geriyə çəkilirkən 35.000-ə qədər əskər itirdi. Atropatena döyüşlər zamanı böyük qənimət ələ keçirmişdi. Roma qoşunları geri çəkildikdən sonra Parfiya Atropatenanı özünə asılı vəziyyətə salmağa çalışdı. Buna görə də iki dövlət arasında münasibətlər pisləşdi. Nəticədə Atropatena Roma dövləti ilə yaxınlaşdı. Eradan əvvəl 20-ci ildə hakimiyyətə gələn 2-ci Ariobarzan 10 ilə yaxın Romada yaşamışdı. Roma ilə yaxınlıq etmişdi. Eramızın 20-ci ilində Atropatenanın sonuncu müstəqil hökmdarı Ariovasın ölümündən sonra Atropatena Parfiya dövlətinin Arşakilər sülaləsinin tərkibində qatıldı və Parfiya dövlətinin süqutuna qədər bu dövlətin tərkibində qaldı. Atropatena dövlətinin Azərbaycan tarixində yeri və rolu. Azərbaycan adının ilkin forması Azərbayqan kimi işlənmişdir. Əvvəllər yalnız Cənuba aid edilən bu ad 7-ci əsrdən ərəblər tərəfindən həm Cənuba, həm də Şimala aid edildi. Azərbaycanın cənubunda yaranmış Atropatena quldar dövləti idi. Dövləti padşah idarə edirdi. O qeyri-məhdud hakimiyyətə malik idi. Padşah həm də ordunun baş komandanı idi. Qul əməyindən filiz mədənlərində, kənd təsərrüfatı işlərində, sənətkarlıq emalatxanalarında istifadə olunurdu.
Lakin istehsalın bütün sahələrində azad adamların əməyindən daha çox istifadə edilirdi. Bizim eranın 2-3-cü əsrlərində Atropatenada quldarlıq quruluşu böhran keçirirdi. Quldarlıq münasibətləri Azərbaycanın inkişafına mane olurdu. Ona görə də qullara natamam azadlıq verilirdi və onlar istehsal etdikləri məhsulun bir hissəsini özlərinə götürürdülər. Atropatena mədəniyyəti. Atropatena mədəniyyəti yaşayış yerləri və qəbir abidələrində aparılmış arxeoloji qazıntılar nəticəsində öyrənilmişdir. Ölkənin paytaxtı Qazaka şəhəri arxeoloji cəhətdən nisbətən yaxşı tədqiq edilmişdir. Atropatena mədəniyyəti haqqında Yunan və Roma müəlliflərinin də əsərlərində bəzi məlumatlar var. Atropatenada şəhərlər kərvan yolları üzərində və böyük məbədlərin ətrafında yaranmışdır. Bəzi şəhərlər ayrı-ayrı hökmdarlar tərəfindən salınmışdır. Şəhərlər möhtəşəm müdafiə divarları ilə əhatə edilmişdir. Hindi materialları kimi daşdan, çiy və bişmiş kərpicdən, ağacdan istifadə edilmişdir. Bəzi ictimai binaların üstü saxsı kirəmitlərlə örtülmüşdür. Kerifto adlı yerdə qayadan oyulmuş möhtəşəm memarlıq abidəsi Yunan mədəniyyətinin Atropatena mədəniyyətinə təsirini göstərir. Bu dövrdə yaxın və orta şərqdə Herakla inam geniş yayılmışdır. Atropatena əhalisi Zərdüşt dininə sitayiş edirdi. Zərdüştlükdə oda pərəstişi olduğundan bu dinə atəşpərəstlik də deyilir. Həmin din Zərdüştün adı ilə bağlıdır. Onun eradan əvvəl 7-ci əsrin 2-ci yarısı və eradan əvvəl 6-cı əsrin əvvəllərində yaşadığı güman olunur. Zərdüştlük dininə İranda və Orta Asiyada sitayiş olunurdu. Bu dinin müqəddəs kitabı Avesta idi. Avestanın ilkin variantı eradan əvvəl 330-cu ildə Makedoniyalı İskəndər Persopolda Əhəmənilər sarayını yandırarkən məhv olunmuşdur. Sasanilər dövründə 3-7-ci əsrlərdə yenidən bərpa edilmişdir. Avropanı bu kitabla 1771-ci ildə ilk dəfə fransız alimi Anqueter du Perron tanış etmişdir. Bu dinə görə dünyada xeyir və şər daim bir-biri ilə mübarizə aparır. Sonda xeyir qalib gəlir. O, torpaq və su müqəddəs sayıldığından onu çirkləndirmək olmazdı. Zərdüştlüyün ən başlıca məbədi Qazaka şəhərində yerləşir. Sasani hökmdarlarının tac qoyma mərasimi Novruz günündə bu məbəddə keçirilirdi. Sasani hökmdarları tac qoyma mərasimi zamanı bu məbədə ayaqla gəlirdilər. Hazırda bu dinə inananların sayı 130 minə çatır. Onların ən böyük icmaları Hindistanda Parslar və İranda Qəbirlərdir. Albaniya dövlətinin yaranması. Azərbaycanın cənubuna nisbətən şimalında dövlət gec yaranmışdır. Azərbaycanın şimalında ilk dövlət eradan əvvəl 4-cü əsrin sonu və 3-cü əsrin əvvəlində yaranmış Albaniya dövləti olmuşdur. Albanlar İberiya ilə Xəzər dənizi arasındakı ərazidə yaşamışlar. Albaniya dövlətinin ərazisinə Azərbaycan Respublikasının ərazisi, indiki Ermənistan, yəni Qərbi Azərbaycan, Dağıstanın cənub rayonları və Gürcüstanın Alazan vadisi daxil edilmişdir. Alban tayfalarından olan Kaspilər eradan əvvəl 5-ci əsrin əvvəllərində İran şahları 1-ci Daranın və Kseksin Yunanistana hərbi yürüşlərində iştirak etmişlər. Əhəmənilərin dövründə Alban tayfaları vahid bir ad altında birləşmişlər. Qaynaqlara görə Albanlar 26 dildə danışan tayfalardan ibarət olmuşdur. Bu tayfalardan ən böyüyü Alban adını daşımışdır. Xəzərin qədim adlarından biri də Alban dənizidir. Mənbələrdə Albaniya ərazisində yaşamış leqlərin, kadusilərin, amartların, utilərinin, qarqarların adları çəkilmişdir. Albaniyada yaşamış Qafqazlı tayfaların nəsillərindən Qəbələ rayonunun Nic kəndində udiləri, Quba rayonundakı Xınalıq kəndindəki xınalıqlıları, Buduq kəndindəki buduqluları və başqalarını göstərmək olar. Eradan əvvəl 331-ci ildə Qafqamela döyüşündə İran şahı 3-cü Daranın ordusunda Makedoniyalı İskəndərin ordusuna qarşı vuruşmuşlar. Bu döyüşdə iştirak Albanlar haqqında ilk məlumatdır. Albaniyada yaşayış məntəqələrinin sayı İberiya və Atropatenadakı yaşayış məntəqələrinin ümumi miqdarından çox olmuşdur. Xristianlıq və İslam dini qəbul edilənədək dəfn zamanı qəbirlərə geyim, qab-qacaq əmək alətləri silah qoyulmuşdur. Albaniyanın ictimai quruluşu haqqında qədim Yunan və Roma müəllifləri məlumat verirlər. Albaniyanı padşah idarə edirdi. Padşahdan sonra ən hörmətli adam Ay məbədinin kahini idi. O, əhalisi sıx olan müqəddəs əyalətə başçılıq edir və məbəd qulları da onun ixtiyarında olurdu. Albaniyada kənd sərfatının və sənətkarlığın bəzi sahələrində qul əməyindən də istifadə edilmişdir. Lakin qul əməyindən qədim şərqin qullar dövlətlərindəki qədər geniş istifadə olunmamışdır. Maddi və mənəvi nemətləri yaradanların böyük əksəriyyəti azad adamlar idi. Albaniyada əhali 4 təbəqəyə bölünmüşdür. 1-ci, padşah, ordu başçısı və hakim. 2-ci yerdə din xadimləri, yəni kahinlər. 3-cü yerdə hərbçilər və əkinçilər. 4-cü yerdə təsərrüfatda işləyən adi adamlar.
Albaniya təsərrüfatı. Albanlar əkinçilik, bağçılıq, üzümçülük, maldarlıq və və s. təsərrüfatla məşğul olmuşlar. Əl dəyirmanlarından istifadə edilmişdir. Eramızın ilk əsrlərindən başlayaraq su dəyirmanlarından da istifadə olunmuşdur. Şamaxı və Qəbəlidə aparılan arxeoloji qazıntılar zamanı şərab istehsal edən emalxanaların qalıqları və şərab saxlamaq üçün iri küpələr tapılmışdır. Yunan müəllifi Eliyanın məlumatına görə Albanlar uzunburun balığı ovlamış, ondan sürtkü yağı, yapışqan hazırlamışlar. Albaniyada metal işləmə geniş yayılmışdır. Zəngin yerli filiz yataqlarının olması metal işləmə sənətkarlığının inkişafına şərait yaratmışdır. Mingəçevirdən arxeoloji qazıntılar zamanı antik dövrə aid çoxlu duluz kürələri aşkar edilmişdir. Albaniyada eramızın ilk əsrlərindən başlayaraq yerli şüşə qablar hazırlanmışdır. Dövlətin yaranması ilə Albaniyada möhürlər meydana gəlmişdir. Möhürlərin əksəriyyəti üzük formasında düzəldilmiş və bəzək əşyası kimi barmağa taxılmışdır. Möhürlərlə sənədləri təsdiqləyir, qapılar və müxtəlif məhsulla doldurulan qabları möhürləyirdilər. 1958-ci ildə Şamaxıda, 1966-cı ildə isə Qəbələdə tapılmış gümüş pul dəfnələri Albanların ticarətdə puldan istifadə etdiyini və özlərinin də pul kəsdiyini sübut edir. Ən qədim pullar İskəndərin adına kəsilsə də, kənardan gətirilən pullar ehtiyacı ödəmədiyi üçün eradan əvvəl 3-cü əsrin birinci yarısından başlayaraq İskəndərin pullarına oxşar yerli pullar kəsilməyə başladı. Albaniyada başqa dövlətlərin pulları da işlədilmişdir. Albaniyada şəhərlərin əmələ gəlməsi üçün ilkin şərait eradan əvvəl 1-ci minilliyin ortalarında yaranmışdır. Şəhərlərin yaranmasında sənətkarlıq və ticarətin inkişafı mühüm rol oynamışdır. Qədim şəhərlər oturaq əhalinin yaşayış yerlərinin inkişafı nəticəsində dini mərkəzlərin ətrafında əmələ gəlmiş və ayrı-ayrı hökmdarlar tərəfindən salınmışdır. Albaniyada şəhərlər haqqında yazılı məlumatlar eramızın ilk əsrlərindən başlayaraq verilmişdir. Strabon öz əsərində Uti vilayətində Ayniana və Anariaka şəhərlərinin adlarını çəkir. Böyük Plini Albaniyanın paytaxt şəhəri Kabalaka olduğunu qeyd edir. Klavdi Ptolomey Albaniyanın 29 şəhəri və Qəbələ Şamaxının adlarını çəkmişdir. Albanların qonşu dövlətlərlə münasibətləri, yadəllilərə qarşı mübarizə. Eradan əvvəl 66-cı ildə Roma sərkərdəsi Pompey Albaniya və İberiyaya hücum etdi. Albanlar və İberlər Pompeyi öz ərazilərinə buraxmaq istəmədilər. Pompeyin əsas məqsədi Xəzər dənizi sahillərini tutmaq, Albaniya ərazisindən keçərək Hindistanla Qara dəniz sahillərini birləşdirən ticarət yolunu ələ keçirmək idi. Pompeyin ordusu qış olduğundan Kür çayı sahilində 3 məntəqədə yerləşdirildi. Bu ordulara Pompey, Lusiflaq və Metelseler başçılıq edirdi. Eradan əvvəl 66-cı ilin dekabrında Kürün sahilində döyüş baş verdi. Albanlara Paşah Oroys, Romalılara Pompey başçılıq edirdi. Döyüş Romalıların qələbəsi ilə başa çatdı. Pompey Albanlarla sülh bağlayıb İberiyaya doğru hərəkət etdi. Lakin Albanlar Romalıları izləyib təhlükə törətdikləri üçün Pompey yenidən döyüşə girdi. Eradan əvvəl 65-ci ildə Qanıq çayı yaxınlığında döyüş baş verdi. Alban qoşununa Oroysun qardaşı Kozis başçılıq edirdi. Alban ordusuna əsas gücü atlılar, Romalılarınki isə piyadalar idi. Pompey hərbi hiylə ilə qalib gəldi. Sağ qalmış Albanlar qaçıb meşədə gizləndilər, lakin Pompeyin əmri ilə Romalılar meşəyə od vurub yandırdılar. Bu döyüşdə Appiyanın məlumatına görə Alban qadınları da iştirak edirdi. Qadınların döyüşdə iştirakı Romalıları heyrətə gətirmişdi. Albanların güclü müqavimətini görən Pompey yürüyüşün təhlükəli olduğunu və yolun çətinliyini nəzərə alaraq Albanlarla sülh sazişi imzaladı. Eradan əvvəl 36-cı ildə Antoninin başçılığı ilə 13 legiondan ibarət Romalılar şərqə böyük yürüyüş etdilər. Lakin Parfiyanın təzyiqi ilə Antoni geri çəkilib Misrə getdi. Bu zaman sərkərdəsi Kanida Albaniya və İberiyanı Romadan asılı vəziyyətə saldı. Eramızın 1-ci əsrində Albaniyada hakimiyyət yerli hökmdarların əlində idi. Albaniya hökmdarları Roma ilə diplomatik əlaqələr saxlayır, xarici siyasəti ona meyl edirdilər. Bunu Oktavian Avqustun adından tərtib olunmuş kitabıda da görmək olar. 68-ci ildə Roma İmperatoru Neron Albaniyaya böyük yürüyüş hazırlayırdı. Bu yürüyüş Dərbənd keçidinə tərəf olmalı idi. Lakin Roma üsyanı zamanı Neron öldüyündən yürüyüş baş tutmadı. Bir müddət sonra Romalılar yenidən Azərbaycana hücum etmişdilər. Romalıların Azərbaycanda olduğunu sübut edən fakt Qobustanda tapılan kitabədir. Qobustan kitabəsi 84-96-cı illərə aiddir. İmperator Domitian Germanikin adına tərtib edilmişdir. Bu zaman Albaniya Roma ilə siyasi, mədəni və ticarət əlaqələri saxlayırdı. 2-ci əsrdə Roma İmperatoru Adrian Alban hökmdarları ilə dostluq əlaqələri saxlamış və onlara qiymətli hədiyyələr göndərmişdir. Albaniyanın Roma ilə əlaqələri 3-cü əsrin ortalarına qədər davam etmişdir. Eramızın 34-cü ildə Albanlar Parfi ilə vuruşarkən şimal tayfalarından olan alanları köməyə çağırmışdılar.
Xəzər dənizinin qərb sahili və Dərbənd keçidi şimal ölkələri ilə Ön Asiya arasındakı körpü rolunu oynayırdı. Dərbənd keçidi vasitəsilə Azərbaycanın şimal tayfaları tez-tez basqın edirdilər. Belə yürüşlər 1-3-cü əsrlərdə Alan tayfaları tərəfindən olmuşdur. Alan tayfalarının ən böyük yürüşlərindən biri 72-74-cü illərdə baş vermişdi. Bu yürüş qarətçilik, soyğunçuluq məqsədi daşıyırdı. Atropatena hökmdarı Pakor öz ölkəsində başsız qoyaraq təhlükəsiz yerə qaçmış, ailəsi onlara əsir düşmüşdü. Sonra o çoxlu pul verərək ailə üzvlərini geri almışdı. Albaniya ərazisindəki katakomba qəbirləri Alan tayfaları ilə əlaqələndirilir. Katakombalar Mingəçevirdə və Qəbələdə öyrənilmişdir. Bu abidələr eramızın 1-3-cü əsrlərinə aiddir. Albanlar mədəni inkişaf səviyyəsinə görə Alanlardan üstün olmuşlar. Albanlar şimal xalqlarına güclü mədəni təsir etmişlər. Albaniya mədəniyyəti. Albaniyanın qədim mədəniyyəti əsasən Qəbələ, Şamaxı, Mingəçevir, Molla İsaqlı, indiki İsmail rayonu və s. abidələr əsasında öyrənilmişdir. Eradan əvvəl 1-ci minilliyin ortalarından başlayaraq Albaniyanın özünə məxsus mədəniyyəti yaranırdı. Alban memarlığında eradan əvvəl 3-cü əsrdən başlayaraq kirəmitdən istifadə edilmişdir. Kirəmit istehsalı Yunan mədəniyyətinin təsiri nəticəsində meydana gəlmişdir. Alban duluzçuluğu qonşu ölkələrə də təsir göstərmişdir. Albaniya əhalisi hələ eradan əvvəl 1-ci minilliyin ortalarında Əhəməni dövlətinin tərkibində olarkən yazı ilə tanış idi. Buna nümunə eradan əvvəl 1-ci əsrin 60-cı illərində Albaniya hökmdarı Oroyusla Roma sərkərdəsi Pompeyin məktublaşmasıdır. Eradan əvvəl 1-ci minilliyin sonları və eranın 1-ci əsrinə aid bəzi saxsı nümunələrin üzərində yazı işarələri vardır. 1902-ci ildə Şəki rayonunun Böyük Dəhnə kəndində üzərində Yunan dilində yazı olan daş tapılmışdır. Bu kitabə eramızın 2-ci əsrinə aiddir. Albanların Yunan mədəniyyətinə təsir qaldığını sübut edir. Albanlar antik dövrdə Yunan, Latın və yaxın şərqdə istifadə edilən başqa yazılarla tanış olmuşlar. Qədim Albanlar çoxallahlı bütpərəstlik dininə inanmışlar. Strabona görə Albanlar Zevs, Helios və Selena allahlarına sitayiş edirdilər. Tapılmış insan formalı böyük daş heykəllər də yerli əhalinin dini görüşləri ilə bağlıdır.